Qudyal çayında ekoloji fəlakət 317 min manatlıq zərər bitməyən araşdırma və himayədar idarə. Quba rayonunda yerləşən Qudyal çay ətrafında baş verən qanunsuz qazıntılar həm təbiətə, həm də yerli sahibkarlara ciddi ziyan vurub. Əldə etdiyimiz məlumata görə Dəyanət adlı şəxsin rəhbərliyi ilə aparılan bu qanunsuz fəaliyyətin nəticəsində əraziyə 317 min manatlıq zərər dəyib. Lakin məsələ ilə bağlı aparılan araşdırmalar aylarla davam etsə də, Beysaylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hələ də heç bir konkret nəticə açıqlamayıb. Ərazidə çalışan sahibkar iddia edir ki, bu idarənin bəzi əməkdaşlarının dəyanətlə əlbir fəaliyyəti səbəbindən qanunsuz qazıntılara göz yumulur. Onun sözlərinə görə 317 min manatlıq zərərin təkcə dəyanətin üzərinə qoyulması məsələni yalnız bir nəfərin günahı kimi göstərmək əslində çoxsaylı qaranlıq əlaqələrin üzə çıxmasına mane olmaq məqsədi daşıyır. Əməkdaşlarımızın yerində apardığı çəkilişi və Ekologiya Təbii Sərvətlər Nazirliyinə edilən rəsmi məlumatlandırılmadan sonra əraziyə gələn idarə əməkdaşları ekoloji fəlakətin mövcudluğunu təsdiqləsə də indiyənədək hər hansı ciddi tədbir görülməyib. Məsələni diqqətdən yayındıran və bu susqunluq idarənin özünün də qanunsuz prosesdə rol oynadığı barədə şübhələri gücləndirir. Quba rayonunda fəaliyyət göstərən saysız karyerlərin əksəriyyətinin qanunsuz olduğu sir deyil. Yerli mənbələr bildirir ki, bu karyerlərin açıq şəkildə işləməsi, fırıldaq və işbazlıq qanunundan kənar fəaliyyətlərini davam etdirməsi məhz Beysaylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bəzi əməkdaşlarının himayəsi ilə mümkün olub. Hadisə nəticəsində təkcə torpaq səthinə zərər vurulmayıb. Sahibkarlara məxsus torpaqlarda uzun illər əvvəl əkilmiş iri gövdəli ağacların da qanunsuz şəkildə çıxarılaraq naməlum istiqamətdə daşındığı barədə məlumatlar mövcuddur. Bu isə həm ətraf mühitin, həm də sahibkarın hüquqlarının açıq şəkildə pozulması deməkdir.